Bu ziyarəti təşkil edən bizə Yurda Qayıdış İctimai Birliyinin üzvlərini gəlin hamımız birlikdə bir ürəkdən alqışlayaq. Özəva katlaşdım, atlanıb dağlar aşdım, bir kurtla karşılaşdım, dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana, Turan eller var olsun, düşmanlar kahrolsun, Tanrı Türk'e yar olsun. Kimler ölür, kimler kalır, ay dedim. Ben kurban dedim, ay dedim. Tatar Qaraqoyunlu qiyaslı icmasının Doğma Yurda təşkil etdiyi tədbirlərin nümayəndə heyətləri. Sizi bir daha Doğma Yurda qədəm basmanın münasibətilə təbrik edirik. Qeyd etdiyimiz kimi icmamızın proqramına uyğun tədbirimizin başlayırıq. Yəni ayın 10-u Mart tarixində şəhidimiz Fəxrəddin Piriyevin doğum günü idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birinizə təşəkkür bildiririk ki, gecənin bu aləmində bir sutkalıq yola hamımız əziyyət çəkib bura gəlmişsiniz. Hamımıza minnətdaram. Allah təala elimizi, obamızı həmişə bu eldə, obada var eləsin. O gün olsun ki, bizim orada qalan bütün xəstələrimizə Allah şəfa versin, sağ canına qayıtsın bu kəndə. Sağ olun, hamımıza minnətdaram. Qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu qiyaslı icmasının 11 mart 2025-ci il tarixə Doğma Yurtda təşkil edəcəyi və hal-hazırda buradayıq tədbirlərimiz başlayıb. Tədbirimizin birinci bölməsinin, yəni şəhidlərimizin məzarlarının ziyarəti ilə əlaqədar idi. Şəhidimiz Fəxrəddin Piriyevin məzarını ziyarət etdik. İndi ikinci şəhidimiz Etibar Cəfərovun məzarı başındayıq. Şəhidlərimiz haqqında ayaqda danışdıq. Danışdıqca o mövzuda demək söz tükənməzdir, söz əbədidir, söz ömürlükdür, belə deyək. İnsan ömrü qədər, nə qədər yaşayırıqsa bu şəhidlərimiz həmişə xatirimizdə, qəlbimizdə olacaq və onlar haqqında söz deməyə Tanrı bizə öz yardımını göstərəcək, söz tapıb danışa biləcək, yəni ürək açılır ilə. İki dağıllarını cərgi ilə keçirlər, məzarların öcündən diz söküb anditlər. Qoca cavan baxmadılar, Allahdan da qorxmadılar, neçə cavan sualdılar, qaldan ağlar, yarılcan xocalı Bu torpaqda görmək bizim hər birimiz üçün xoşdur. Allah bizlərə elimizdə, obamızda, xeyir işlər, bayram tədbirləri keçmək nəsib eləsin. Var olun, hər biriniz evində uzun ömürlü, xoşbəxt, bayram ovqatlı bir ömür arzulayıram. Şahımız gəlir, vəziri ilə, vəkili ilə.
hər birinizdən xahiş edirəm ki, şəhidlərimizi anmaq üçün bir dəqiqəlıq sükutlə onların xatirəsini anaq. Çox sağ olun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə rəhmət. Sizin hər birinizi burada eləşən hər kəsin adından, kəs cəmaatımız adından özlərin təşəkkürümüzü bildiririk ki, Yurda Qayıdış İctimai Birliyi adından. Hələlik mən musiqiçilərdən xahiş edəcəm, Xonçalı xanımlarımızı dəvət edək. İnşallah bəyli şahlarımız, vəzirimiz, vəkilimiz özgürlərini tutublar. Xanımlarımıza xahiş edirik, Xonçalı xanımlarımız buyursunlar. Artıq hamımıza məlumdur ki, 32 illik bir həsrətdən sonra yenidən doğruq boya başa çatdığımız, hər torpağında, hər cığırında, hər yolunda izimiz qalan doğma kəndimizdə Novruz bayramının işığına toplaşmışıq. Böyük rəhmətlə bizim şahımıza sözü verəcəm. Sizləri təbrik edəsin, ürək sözlərini eşidə şahımız. Əziz kəslərimiz, əziz elimiz, obamızın cəmaatı, hər birinizi təbrik edirəm. Görün, neçə illər bu məqamı gözləyirdik. Allah Taala bunu bizə nəsib elədi. Hər birinizi təbrik edirəm. Günlər o gün olsun ki, biz Sumqayıtdan yox, elə öz kəndimizdən çıxıb burada bu Novruz bayramını, çərşənbəmizi keçirdək. Bir daha sizi təbrik edirəm. Allah Taala sizə uzun ömür, can sağlığı versin. Eləcə də vəzirimizin, vəkilimizin də bir sözlərini eşidək. Çox sağ olun. Mən də əziz yurtseverlər. Allah Taala bizə gözəl bir gün bəxş edib. Gözəl bayram, gözəl hava. Allah Taala bütün cəmaətimizin, elimizin, bayram mübarək eləsin. Canları sağ olsun. Ruzu bərəkətli olsun. Evində, eşində həmişə bolluq olsun, əmin-amanlıq olsun. Bir daha hamınızı təbrik edirəm, hamınıza uzun ömür, ailə xoşbəxtlik arzulayıram. Hamınız bir elə obaya xoş gəlmişsiniz. Allah Taala keçmişdə bu kənddə, bu ildə, bu obada şah vəzir olan bütün Lətif kişiyə, Məmməd kişiyə, burada şah olan hamıya Allah rəhmət eləsin. Allah onların torpağı sanıb burada bizim elimizə, obamıza, xalqımıza ömür versin. O gün olsun ki, hamı elimiz, obamız, böyükdən kiçiyə, hamı bu dərədə Novruz bayramı keçməyə nəsib olsun. Sağ olun, hamımızı təbrik edirəm. Qarşıdan gələn bayramınız da mübarək olsun. 32 yıl davam edən məcburi köçkünlükdən sonra ilk dəfə Tatar, Qaraqoyunlu, Qiyaslı kənd sakinlərinin məhz burada, bu yerdə, bu arpa dərəsində keçirdikləri Novruz bayramını bərpa edib, bundan sonra davam etdirəcək. İndi isə əziyyət çəkib, bizim tədbirimizə səmimi ürəkdən qoşulduqlarına görə təşəkkür edib.
boyunu keçirmək üçün bizim Mursi Kərim'den xahiş edirəm. Hadi. Ya sen dur orada. Haydi hadi. Özü ehtiyatlı sağla. Ben ya başta gel seni terbiyetleyeyim. Oradan karşı götüreyim. Haydi. Salla. Ha koyma. Ha koyma diyor. Sen de ayağına bela bakma. Çağda vur. Ha. Bela vurma sakın saçma. Kaçta çıkma başlattı. Aman ağır ne yoksa kaçıp diye. İçeride vurma, benim çölde yok. İçeride. Ayağın bir dışarıda olmadı. Hadi kumacandan. Hadi git. Hadi al. Tamam mısın? Değerli yurtseverler, malumunuz olduğu kimi hər il belə bayram şənliyində, Novruz bayramı şənliyində şahın doğma yurdumuzdan olanlara, yurtseverlərə müraciəti və fərmanı olur. Bugün də o ənənəni davam etdirdik, ancaq burada da qeyd edilmişik, onu da çatdıracaq. Bugünkü şənlik, bu iki şənlik, yəni doğma yurdumuzda bu kəndlərimizin öz yerində keçirildiyinə görə burada müəyyən qərarlar, fərman var ki, o dəyişilməz qalacaq. Bundan sonra harada keçirsək, Novruz şənliyi, yəni burada verilən fərman, elə doğma yurdumuzuna verildiyinə görə əsas bu sayılır, qüvvədə olacaq. Azərbaycan ölkəsinin qüvvətli eli, Tatar Qaraqanlı qiyaslı kənd sakinlərinin doğma yurtlarında təşkil etdikləri Novruz bayramı şənliyində şahın yurtsevərlərə müraciəti. Əziz yurtsevərlər, doğma yurdumuzun məlum olaylar nəticəsində 1993-cü ilin avqustun 31-də işğalı ilə əlaqədar bu günə kimi məcburi köçkünlük həyatı yaşayırıq. Dövlətimizin, ordumuzun, xalqımızın birliyi sayəsində 2020-ci ildəki 44 günlük zəfər müharibəsində digər bölgələrimiz kimi bizim də kəndlərimiz işğaldan azad edildi. Belə uğurlarımızın nəticəsidir ki, 32 illik ayrılıqdan sonra doğma yurtda Novruz bayramını qeyd etmək qismətimiz olur. İnanırıq ki, tezliklə kəndlərimiz bərpa olurlar və qayıdaraq belə şənliklərimizi daha da möhtəşəm keçirərik. Min illərdir yazın gəlişini Novruz bayramı olaraq qeyd edib, adətimizi bugünə kimi qoruyub davam etdirən nəsillər əcdadlarımızın ruhlarını şad etmiş olurlar və olacaqlar. Bugün də biz şad edib gənclərimizə təhvil vermiş sayılırıq. Novruzun gəlişi vətənimiz, xalqımız üçün sevinçli olduğu kimi ilimiz də uğurlu düşərli olsun. Əziz yurtsevərlər, məlum olduğu kimi uzun müddətdir yurdumuzdan ayrı düşmüşdük. Yurda qayıdışla bağlı sizlərin birlikdə gördükləriniz işlər barədə məlumatım var. Bu birliyi və işləri davam etdirmək istəyi ilə davam etdirmək gərəklidir. Bağlı sizlərə arxalanmaqla uğurlar qazanacağımıza inanırıq. Belə ki, bu istək sizlərdən başlanırsa, uğurlu olar. Elə bu gün müəyyən şəraitsizliyə baxmayaraq gəlib şəhidlərimizi ziyarət etməniz və şənliyimizə yaraşıq verməniz bu inamı daha da artırdı. Ana övladsız yaşaya bilmədiyindən hamımızın anası olan vətən bu anlamda doğma yurt da bizsiz darıxır. Yurda qayıdışımız borcumuzdur. Tanrı bu yöndə etdiyimiz dualarımızı qəbul edib, görəcəyimiz işlərimizdə yardımcımız olsun.
Əziz doğma yurt kökənli gənclərimiz, ata-babalarımızdan bizlərə nəsildən nəsilə ötürülmüş vətənimiz, dövlətimiz tarixin müəyyən vaxtlarında obyektiv və bəzən subyektiv səbəblərdən işğala məruz qalmış. Millətimiz, xalqımız bəlalara düçar olmuşlar. Yaxın tarixin məlum son əzablarını sizlərin də yaşadığınız zamanda Tanrının üzümüzə Qarabağımıza açdığı zəfər yolu ilə gedərək xalqın, dövlətin və şanlı ordumuzun birliyi sayəsində olan uğurlarımız göz qabağındadır. Bunlar hələ başlanğıçdır. Əzəli və tarixi haqqımız olanlarımızın qaytarılması yönündə olacaq uğurlarımız hələ qabaqdadır. Haqlarımızın əldə olunub saxlanması, gələcək nəsillərə ötürülməsi üçün millətimiz, xalqımız və dövlətimiz sizlərə güvənir. Əziz yurtsevərlər, mənə verilən məlumatlara əsasən təklif və istəklərinizi də nəzərə alıb fərman verirəm. Fərman 1. Tatar Qaraqoyunlu Qiyaslı kənd sakinlərinin 16 Mart 2024-cü il tarixindəki Novruz bayramı şənliyində şahın verdiyi fərman əsasən qüvvədə saxlanılsın. Tatar Qaraqoyunlu Qiyaslı icmasının doğma yurda qayıdış yönündə gördüyü işlərə maliyyə dəstəyi olaraq könüllülər istisna olmaqla ev sayır, yəni ailə üzrə hər ev ayda imkan daxilində yardım etsin. 2. Doğma yurda qayıdışı hər kəs yurt borcu hesab etsin. 3. Dövlətin böyük qayıdış proqramına dəstək olacaq işlər davam etdirilsin. 4. Yardım edənlərin siyasi hər ay elan edilib, xərclər barədə elin birgə toplantısında hesabat verilsin. 5. İlin bir günü, yəni Novruz şənliyi günü, konstitusiyanın pozulmaması şərti ilə şahın qanunlarına, qalan günləri dövlətin qanunlarına əməl edilsin. 6. Fərman Tatar Qaraqoyunlu Qiyaslı kəndlərində keçirilən tədbirdə verildiyindən digər bölgələrimizdə keçiriləcək tədbirlərdə qüvvədə saxlanılsın. Yəni bundan sonra da keçirsək bayramı, əsas bu fərmandır. 7. Fərman imzalandığı gündən növbəti Novruz bayramı şənliyi keçiriləcəyi günə qədər qüvvədədir. İmza Şah Hilal Qubatlı eli Tatar Qaraqoyunlu Qiyaslı kəndləri 11 Mart 2025-ci il. İndi şahın imzasını çəkilişlə təsdiqləyək. Bu şah buyursun. Uğurlu düşərli olsun. Amin. Mən bir daha elimin, obamın cəmaatını təbrik eləyirəm. Yenə bayaq qeyd elədim. Günlər o günlər olsun. Biz Sumqayıtdan bura yox, öz kəndimizdən, öz evimizdən çıxaq gələk burada Novruz şənliyini keçirdək. Mənim əzizlərim, bir daha sizin hər birinizi ürəkdən təbrik edirəm. Qayıdır Allah'tan arzu edirəm ki, qoy bu bahar bayramı, bu yaz fəsli bax belə gözəl ilıq nəfəsi ilə hər birinizin ailəsinə, sizin timsalınıza, bütün Türk dünyasına sevinç və xoşbəxtlik gətirsin. Evlərinizdən gülüş, zarafat, süfrələrinizdən rüzü bərəkət, maddi ehtiyacları ödəmək üçün cebinizdən pulunuz, paranız əksik olmasın. Bir daha bayramınız mübarək olsun, əziz həmkətlər. İndi hər kəsi Rəhmətli isim alma, adam alar,
Bu aparatı koyma ola. Ha. Tükürüm. Nazım buyur. Nazım buyur. Böyle gidin sana. Ay Nazım. Hazır uduzdur. Hele ona ver onu gitme. Tut. Gelsene bir tane. Soyna.